məhsulumuz həqiqətən çox möhtəşəm bir məhsuldur. Baxın, bu məhsulu istifadə edəndə heç bir istilik istifadə etməyin. Məsələn, hansısa tavana, hansısa bir yağ bağlanmış bir qabı demək olar ki, qızdırmağa ehtiyac yoxdur. Baxın, sizə göstərirəm. Dən bura baxın. Necə axıb, baxın. Vurmuşam belə bir, çoxdan qalmış belə bir tava qapağı idi, mənə lazım idi deyə bunu atmaq istədim, gördüm ki, yox, mən bunu təmizləyə bilərəm. Və baxın, burada necə çirkləri çıxarıb. Hələ mən bir tərəfini yapacağım, təmizləyib sizə göstərəcəm. Bura baxın. Necə soyuq halda vurmuşam, super bir effekt verdi. Yəni bu məhsul həqiqətən superdir. Qızlar, bura baxın. Təmizləndi mi? Bu hissəyə yaxınlaşdır. Bax, necə. Bura baxın, çirkdir, baxın. Şotqanla təmizləyirəm bunu mən. Tərtəmiz olur. Bura baxın. O qədər gözəl bir məhsuldur. Çox qəşəngdir də. Yəni bu qədər olacağını bilməzdim. Qızlar, siz bu təmizliyə baxın, bu parıltıya, bu gözəlliyə, bu təmizliyə baxın. O qədər gözəl şəkildə təmizlədi ki, çox qəşəng, möhtəşəm. Heç bir setkadan falan, heç nədən istifadə etmədim də. Bu hər birinizə tövsiyə edirəm də, möhtəşəmdir. Bir də onu vurğulayım ki, mütləq əlcə ilə istifadə edin, mütləq.